EMG, yəni elektromioqrafiya, əzələ və sinirlərin keçiriciliyini ölçən müayinə üsuludur. Əsasən sinirlərin və əzələlərin fəaliyyətini dəyərləndirmək üçün istifadə edirik. Hansı xəstəliklərdə? Öncəliklə əllərdə və ayaqlarda olan keyimə, uyuşma, yanma, batma hissi olarsa, gecə yuxudan qaldıran əllərdə və ayaqlarda ağrı olarsa, əzələdə zəiflik, travmalar zamanı sinir keçiriciliyin pozulması olduğu zaman, sinirin vəziyyətini dəyərləndirmək istədiyimiz zaman dəyərləndirdiyimiz, istifadə etdiyimiz müayinə üsullarından biridir. Əsasən 2 aşamalı olur. Birinci aşamada biz xəstənin sinirinin ötürücülüyünü müəyyən edirik. İkinci aşamada isə iynə ilə əzələnin fəaliyyətini dəyərləndiririk. Bizə ən çox verilən suallardan biri də EMG ağrılıdırmı? Bəzən çəkim zamanı yüngül ağrı, yanma hissi oluna bilir. İynə batdığı zaman az bir yanma, ağrı ola bilir. Ancaq genəlliklə zərərsiz, hamilələr daxil hər kəsə çəkə biləcəyimiz bir diaqnostik üsuldur.